Salam dəyərli izləyicilər, dəyərli futbol sevərlər, ekrana yaxın oturun. Azərbaycan və dünya futbolundan ən maraqlı xəbərləri sizin nəzərinizə çatdıracağıq. Milli komandamızın baş məşqçisi bəllidir. Dünya şöhrətli mütəxəssis Azərbaycan millisini çalışdıracaq. Eyni zamanda Qarabağ komandası bir hücumçu ilə anlaşıb və 23-də bu futbolçunu Qarabağın düşərgəsində görəcəyik. Kadi Borgesin Qarabağa keçməsi isə an məsələsidir. İrəliləyişlər var, bu barədə məlumatı sizin nəzərinizə çatdıracağıq. Eyni zamanda Sabah komandasından ayrılıq var, 2 ayrılıq. Eyni zamanda Türkiyəli gənc futbolçu Arda Güler, Real Madridin gənc futbolçusunun yeni transfer dəyəri açıqlanıb. Bu barədə də sizlərə məlumat verəcəyik. Sona qədər videonu izləməyi tövsiyə edirəm. Olduqca maraqlı xəbərlərdən xəbərdar olacaqsınız. Dostlarınızla videomuzu və kanalımızı paylaşmağı da unutmayın. Videonu bəyənib şərhlər bölümündə fikirlərinizi yazın və kanala abunə deyilsinizsə abunə olub bildirişlər açıq tutun ki, bütün xəbərlərdən anında xəbərdar ola biləsiniz. Mən isə xəbərlərə keçid alım. İndi isə məlumatlara keçid alım. Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Debiazinin gedişindən sonra boş qalan bu posta Portuqaliyalı mütəxəssis Fernando Santos təyin olunub. Bu barədə AFFA'nın rəsmi saytı məlumat yayıb. AFFA'nın İcraiyyə Komitəsinin onlayn formatda keçirilən iclasda yeni baş məşqçi ilə əlaqədar qərar qəbul edilib. Baş məşqçi vəzifəsinə tanınmış Portuqaliyalı mütəxəssis Fernando Santos'un namizədliyi irəli sürülüb. AFFA'nın yaydığı məlumatda bildirilir. Müzakirələr zamanı güclü, rəqabətə davamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılması, eyni zamanda ölkədə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub. Bu xüsusda Fernando Santos'un dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya yığması ilə Avropa çempionluğu nəzərə alınaraq Azərbaycan milli komandasının baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib. Prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq Portuqaliyalı mütəxəssisin qarşısında rəqabətə davamlı komandanın formalaşdırılması və Avro 2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub. Santos'un son iş yeri İstanbulun Beşiktaş klubu olub. Bu arada Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernando Santos'un təqdimat mərasimi və mətbuat konfransının vaxtı da müəyyənləşib. Bu barədə AFFA'nın yaydığı açıqlamada bildirilir. Məlumata görə təqdimat mərasimi iyunun 13-də Hilton Hoteldə təşkil olunacaq. Tədbir saat 12:00-da başlayacaq. Qarabağ klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub. Köhlən atlar iyunun 18-də Bakıda məşqlərə start verəcək. Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar. Paytaxtdakı toplanışda 2 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-sində təşkili nəzərdə tutulur. Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-sinədək Tirol bölgəsində təlim məşq toplanışında olacaq. Hazırlıq çərçivəsində 2 oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu maçlardan ikisi iyulun 9-da, ikisi isə 16-sında baş tutacaq. Qarabağ 5 milyon avroluq oyunçu üçün rəsmi təklif göndərdi. Portuqaliyanın Viziola komandasının Fabian Buntisi sıralarına qatan Qarabağ növbəti transfer üçün əməliyyata başlayıb. Çempionlar Liqasına hazırlıq görən Ağdam klubu Krasnodara rəsmi təklif göndərib. Azərbaycan çempionu Kadi Borgesin xidmətində maraqlı olduğunu Rusiyalı həmkarlarının diqqətinə çatdırıb. Köhlən atlar 27 yaşlı Braziliyalını sonradan birdəfəlik transfer etmək şərti ilə icarəyə götürmək niyyətindədir. Adı çəkilən legioner 2021-2022-ci illərdə Qarabağda oynayıb. O 2023-cü ilin əvvəlində 5 milyon avro qarşılığında Rusiyanın Krasnodar komandasına satılıb. Kadi Borgesin agenti Helsio Alisko RB Sporta açıqlamasında məlumatı təsdiqləyib. O Azərbaycan çempionu Qarabağ komandasının Braziliyalı üçün təklif göndərdiyini təsdiq edib. Qarabağ həqiqətən Kadi üçün təklif göndərib, amma bundan artıq heç nə deyə bilmərəm. Biz Krasnodarın qərarını gözləyirik. Keçmiş Qarabağlı son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və 3 məhsullar ötürmə ilə yadda qalıb. Kadi Borgesin Qarabağın düşərgəsinə qoşulmaq ehtimalı olduqca yüksəkdir. Sizcə Kadi Borges 2021-2022 mövsümündə Qarabağda göstərdiyi performansı yenidən göstərə biləcəkmi? Bu barədə fikirlərinizi şərhlər bölümündə yazın.
Qarabağın transferini tamamladığı növbəti futbolçu isə Qurban Qurbanovun oğlu Musa Qurbanlıdır. Yurgerdən də işləri yaxşı getməyən Musa Qurbanlı yenidən Qarabağın düşərgəsinə qoşulub. Aldığımız məlumata görə bu ayın 23-dən etibarən Qarabağın təlim məşq toplanışında Musa Qurbanlını da görə bilərik. Hələ ki klub tərəfindən rəsmi açıqlama yayımlanmayıb. Futbolçunun sonradan bir dəfəlik transfer oluna bilmə şərti ilə icarəyə götürüldüyü bildirilir. Qarabağ komandası bundan əlavə müdafiə xəttində və qapı xəttində də möhkəmləndirmə işləri aparmaq istəyir. Belə ki, Luka Quqaşaşvilinin də Qarabağdan ayrılacağı gözlənilir. Buna görə də Qarabağ komandası daha bir qapıçı transferində maraqlıdır. Son günlər kütləvi informasiya vasitələrində Qarabağın keçmiş qapıçı İbrahim Şeyxin də Qarabağla adı hallanır. Sizcə Şeyx Qarabağa geri dönərsə Qarabağ üçün nə qədər faydalı olar? Bu barədə fikirlərinizi yazın. Ölkəmizi Avropa Konferans Liqasında təmsil edəcək sabahdan ayrılacaq futbolçulardan ikisinin adı məlumdur. Klubla müqavilə müddəti başa çatan David Volkov və Kristian Sebalyosla yeni sözləşmə imzalanmayacaq. Gürcüstanlı hücumçu karyerasını başqa klubda davam etdirməkdə maraqlıdırsa, İspan yarım müdafiəçi ötən mövsümü zədə səbəbindən başa vurub. Bu iki legionerlə yanaşı başqa ayrılıqların olacağı gözlənilir. Eyni zamanda Sabah komandasının düşərgəsinə yeni qoşulacaq iki futbolçunun da adı yaxın günlərdə bəlli olacaq. Kanala abunə olub bildirişi açıq tutsanız, təbii ki, hər kəsdən öncə siz bu xəbərlərdən xəbərdar olacaqsınız. Arda'nın transfer qiyməti açıqlandı. Türkiyə millisinin futbolçusu Arda Güler Real Madriddə nadir hallarda meydana çıxsa da özünü müsbət mənada doğruldub. Transfer market saytı onun bazar dəyərini 100% artıraraq 30 milyon avroya çatdırıb. Futbolçunun qiyməti cəmi 2 ay ərzində 2 dəfə artıb. Madrid klubunun 20 milyon avroya aldığı Arda'nın yenidən qiymətləndirilməsi onun oyun göstəricilərinə əsaslanır. Futbolçu bu qısa müddətdə 432 dəqiqə meydanda olub və 6 gol vurub. O hər gol üçün 3 milyon avro əlavə dəyər qazanıb. Arda'nın dəyəri meydanda qaldığı hər dəqiqə demək olar ki 44 min avro artıb. Onun çərçivəyə gedən bütün zərbələri gol olub. 6 zərbədən 6 gol. Dəyərli izləyicilər, bu sizə çatdıracağımız sonuncu xəbərdir. Bura qədər izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Kanala abunə olub bildirişləri açıq tutmağı və eyni zamanda bəyənib paylaşmağı unutmayın. Növbəti videoda görüşmək ümidi ilə hələlik.